ARB telekanalında kadr və proqram dəyişiklikləri ilə bağlı qərar qəbul edilib. Sabahdan etibarən tanınmış aparıcılar Xoşqədəm Hidayət qızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılır. Qeyd edək ki, sözü gedən aparıcıların verilişlərinin efirdən yığışdırılması ilə bağlı məlumatlar bir müddətdə özəl mənbələr tərəfindən iddia olunurdu. ARB telekanalının mətbuat xidməti məlumatı saytımıza təsdiqləyib. Xəzər TV-də yayımlanan təsir dairəsi verilişinin bağlandığı bildirilir. Manset Azın əldə etdiyi məlumata görə Lalə Azərtaşın aparıcılıq etdiyi təsir dairəsi verilişi telekanalın daxili qərarı ilə yayımdan qaldırılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində 52 yaşlı kişini döyərək öldürməkdə təqsirləndirilən İnqilab Qayıbovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Son iclasda müttəhimə hökm oxunub. İnqilab Qayıbov 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə İnqilab Qayıbovun cəzasını həbs edildiyi gündən hesablayıb və bu müddət martın 4-də başa çatdığı üçün o azadlığa buraxılıb. İttihama görə hadisə 2024-cü il sentyabrın 27-sində Tərtər şəhəri Heydər Əliyev küçəsindəki parkda baş verib. Bundan əvvəl 1974-cü il təvəllüdlü Yaşar Abdullayev sosial şəbəkədə 1994-cü il təvəllüdlü həmyerlisi İnqilab Qayıbovla mübahisə edib. Mübahisədən sonra Qayıbov Yaşar Abdullayevin qeyd edilən parkda olduğunu müəyyən edərək oraya gəlib mübahisəni davam etdirib. Bu zaman o, Yaşar Abdullayevə yumruqla zərbə vurub. Abdullayev zərbənin təsirindən özünü itirərək yıxılıb. Yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılıb və İnqilab Qayıbov saxlanılıb.